Azərbaycan vətəndaşıyam. Xarici ölkədə fəaliyyət göstərən şirkətlə əmək müqaviləsi bağlamışam və ilin 4 ayı həmin ölkədə çalışıram. Muzlu işdən əldə etdiyim gəlirlər üzrə Azərbaycanda vergi və sığorta öhdəliklərim yaranırmı? Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs ölkə hüdudlarından kənarda muzlu işlə əlaqədar əldə etdiyi gəlirdən vergi məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrə uyğun olaraq xarici ölkədə vergi və yığımlar çıxılmadan gəlir vergisi hesablamalı və həmin məbləği vergi məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq xarici ölkədə muzlu işlə əlaqədar əldə etdiyi gəlirdən tutulmuş vergilərin məbləği qədər azaldaraq dövlət büdcəsinə ödəməlidir. Bununla yanaşı, ölkə hüdudlarından kənarda əmək müqaviləsi bağlayaraq muzlu işdən gəlir əldə edən şəxsin həmin gəlirləri üzrə Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları öhdəliyi yaranmır.